biz insanlar olaraq gündə 300 dənə kontent istehlak eləyək deyə yaradılmamışıq. Mən kifayət qədər pul qazanmıram, mən kifayət qədər gözəl deyiləm, mən kifayət qədər ağıllı deyiləm, mən kifayət qədər uğurlu deyiləm və s. və laxır. Doğrudan arada bir, yəni dayanıb divara baxmaq lazımdır. Sual vermək bizə çox kömək olacağını mən hamıya, hər kəsə əminliklə deyə bilərəm. Jurnalistika fakültəsində mənə heç vaxt bir jurnalist olaraq da hansısa bir mühitdə olduğumu mənə heç kim başa salmamışdı və mən də öyrənməyəcəkdim. Xəbərdarlıq etmədən bizim qarşımıza atdılar ki, buyur, istəyirsən psixoz ol, istəyirsən hallüsinasiya gör, istəyirsən depressiyaya gir. Media insanlara lazım olan informasiyanı vermir. Hamımız bir əşyayıq, satılan bir əşyayıq. Sosial mediada gördüyümüz şeylər də olsun, eşitdiyimiz şeylər də olsun, hamısında tənqidi yanaşmalıyıq. Yəni buna məcburuq. Bir-birinə davamlı olaraq atış gəlməyə çalışan bir insanlara çevrilik və bu xoş deyil. O deyirlər, siz yediyiniz şeysiz. Biz sosial mediada baxdığımız şeylərik. Salam dostlar, siz Podkast Kimi Adam layihəsini izləyirsiniz. İndi adət etdiyinizdən fərqli studiyadır. Deməli, bugün biz media savadlılığı haqqında danışacağıq və bizim qonağımız Pəri Abbaslıdır. Pəri xanım, xoş gəlmisiniz. Xoş gördüm. Pəri xanım jurnalistdir, amma mən istəyirəm ki, siz biraz öz təhsiliniz haqqında məlumat verəsiniz. Çünki sizin öz YouTube kanalınızda da bununla bağlı müxtəlif paylaşımlar var ki, buna görə də mən sizə minnətdaram. Pulsuz olaraq öz təcrübələrinizi, bildiklərinizi, nəyi nə cür öyrənmisiniz, hətta nə cür universitetlər seçmisiniz, bununla bağlı paylaşımlar edirsiniz. Mən sizin kanalı da videonun altında yerləşdirəcəm, Telegram kanalını da yerləşdirəcəm ki, insanlar oradan baxıb faydalana bilsinlər. Biraz qısaca özünüz haqqında məlumat verin. Dediyiniz kimi, mən Pəri Abbaslı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm ingilis bölməsində. Daha sonra magistr təhsilimi davam etdirmişəm Danimarkanın Orhus və Danimarka Media və Jurnalistika məktəbində və paralel şəkildə ondan bir il sonra da Charles Universitetinin yenə jurnalistika, ya da daha doğrusu totalitarianizm və 21-ci əsrin audiovizual dili üzrə belə və orada da mənim ixtisasım ümumi olaraq media, qloballaşma və jurnalistika olub. 16 yaşımdan bəri mən Azərbaycan internetinə jurnalistika olsun, mənə maraqlı gələn incəsənət mövzuları olsun, nə bilim populyar mədəniyyət olsun, bu mövzularda çalışıram ki, yazıb yaradım və internetimizi, Azərbaycan dilli interneti arxivləşdirim. Əlbəttə ki, sözsüz ki, mənim marağım və peşəm jurnalistika olduğu üçün bu yaratdığım kontentlər arasında jurnalistika media sahəsində olan kontentlər də xeyli çoxluq təşkil eləyir. Belə, ümumi olaraq özümü kreativ bir insan adlandırıram, ona görə ki, hər zaman yazıb yaratmaq istəyirəm və sizin dediyiniz kimi mən bunu çox çalışıram hər zaman işlərimdə əsas fokus nöqtəsi olaraq götürürüm ki, yəni mənim və mənim kimi gənclər və yaxud da mənim kimi imtiyazları ola bilməyən gənclər üçün də açıq, onların çata biləcəyi kontentlər olsun. Siz keçən ayda da, artıq keçən il idi deyəsən, belə bir yazı gördüm Telegram kanalınızda, yazmışdınız ki, son bir ayda 3 ölkə dəyişmişəm. Bununla belə bir yazı ya videoda da deyirdiniz ki, xarici ölkədə yaşamağın müsbət tərəfləri var, amma sən bir yerdə də darıxırsan. Ölkən üçün müəyyən şeylər var ki, bizdə var, xaricdə yoxdur və yaxud da əksinədir. Artıq bir müddətdir ki, siz Bakıdasınız. Bununla bağlı vəziyyət nə yerdədir? Çünki o günləri harasa getmişdiniz, şikayətlənirdiniz ki, xidmət çox aşağıdır. Onunla bağlı mən də həmin vaxt düşündüm ki, Pəri xanım, indi gəldiniz bizim reallıqlara. Görürsünüz ki, orada xidmət yaxşı deyil. Durum nə yerdədir? İndi deyək ki, son 2 həftədir də, yanılmıramsa bəlkə daha uzun müddətdir burdasınız. Nə düşünürsünüz? Mənə bu insani tərəf maraqlıdır. Tutaq ki, indiki durumda belə sizin yaşınızda olan bir şəxs və Avropada təhsil alan, orada yaşayan, oranın müsbət və mənfilərini görən insan ondan darıxır Azərbaycan üçün, gəlir. Sonra burada hansısa bir o problemlərlə rastlaşır. Nə düşünürsünüz? Yenə də ora qayıtmaq istəyirsiniz, yoxsa bura daha yaxşıdır? Yəni o mənfi müsbətlərin bir tərəziyə qoyanda nə nəticəyə gəlirsiniz? Düzü, yəni məncə bu çox individual bir məsələdir. Mən düşünürəm ki, mən sadəcə olaraq nostalji hissini ata bilmirdim özümdə və ilk köçdüyüm vaxtda da mən ilk köçəndə Danimarkaya köçmüşdüm. İlk Azərbaycandan ayağımı atdığım və gedib çıxdığım ölkə Danimarka idi və mən ilk 6 ay onlara o qədər qəzəblə baxırdım ki, niyə bunlar bu qədər yaxşı yaşayırlar? Biz amma heç bu qədər ola bilmirik də. Yəni onların gənclərinin tamamilə ayrı məsuliyyətləri var, tamamilə ayrı həyata tamamilə ayrı cürə baxırlar, amma bu bizə mümkün deyil də. İndi sözsüz ki, geosiyasi vəziyyət, nə bilim, iqtisadi durumlar və trilyon dənə şey var da, burada bir aspektlər var ki, ona görə onlar elə yaşayırlar və biz hazırda ona çata bilmirik. Amma ilk 6 ay, ilk 7 ay onlara çox qəzəbli idim. Sonra anladım ki, bu qəzəbin onlara olmağı lazım deyil də. Bu qəzəb ümumiyyətlə olmamalıdır. Çünki fərqliliklər hər bir ölkədə var. Amma əsas məni üzən şeylər var deyək də. Çünki mən düşünmürəm ki, mədəniyyət olaraq və yaxud da tarix olaraq və yaxud da insanların öz, necə deyim,
xarakteristikası olaraq, millətin xarakteristikası olaraq biz hansısa Avropa ölkəsindən geridə qaldığımızı düşünmürəm qətiyyən. Buna görə elə bu reallıq insana pis hiss elətdirir ki, nəyə görə və biz bilirik də nəyə görə səbəbləri hamımız aydın bilirik. Sadəcə olaraq o gənc olaraq onunla barışmamaq var ki, axı belə olmamalıdır. Və ümumi olaraq sadəcə olaraq bura gələndə bir də istər-istəməz o həyatda qalma mübarizəsinin insanlarda yaratdığı bir əks təsirlər var və istər-istəməz bu təşkilatçılıqlarda, müxtəlif tədbirlərdə, insanların bir-birlərinə qarşı yanaşmağında, avtobusda, metroda bir-birini, yəni büruzə verir özünü, aşkara çıxır. Növbələrdə. Hə, növbələrdə, bəli. Və bu üzücüdür, sadəcə olaraq üzücüdür. Yəni mən deyərdim ki, dediyim kimi bu çox individual bir məsələdir. Mən düşünmürəm ki, hər kəs bu qədər ürəyinə alır ki, yəni biz niyə beləyik və oturur. Amma mən həqiqətən çox təəssüflər olsun, həqiqətən buna çox təəssüflənirəm ki, bunu bu qədər çox ürəyimə alıram və bu mənim üçün böyük bir qlobal dərdə çevrilib ki, biz belə olmalı deyilik və həyatda qalma mübarizəsi içərisində biz artıq öz milli kimliyimizdən uzaqlaşıb biraz daha belə aqressiv, əsəbi və bir-birinə davamlı olaraq necə deyim bu mədəni səslərinə atış gəlməyə çalışan bir insanlara çevrilik və bu xoş deyil. Mənim kədərləndiyim tək hissə buradır. Yoxsa yəni inkişafdır, bu yəni onsuz da getdikcə müəyyən iqtisadi əlaqələrlə, siyasi əlaqələrlə düzələsi şeylərdir və yaxud da sadəcə olaraq vaxta buraxaraq düzələsi şeylərdir. Amma onun üçün də məqdar stabillik olmalıdır. Belə yəni mən sadəcə olaraq oturub sadəcə olaraq gözləyirəm, amma əlbəttə ki, gələcəyimlə bağlı planlarım biraz daha Avropada yaşamaq, oradakı təcrübələri almaq, biraz daha oradakı həyatın gətirdiyi yaxşı tərəfləri görmək və təcrübə eləməkdir, düzün demək gərəkərsə. Çünki yaradıcılıq üçün bu vacibdir. Aha. Mən öz təcrübəmdən bunu əlavə edə bilərəm ki, eyni şeyləri yaşamışam. 30-dan sonra qəbullanma gəlir. O psixologiyada məsələlər var da, inkar və sair razılaşma. 30-dan sonra bu qəbullanma gəlir. 30-dan sonra daha doğrusu sən qəbullanırsan və baxırsan ki, az da olsa mən nə edə bilərəm? Mənim qatqım nə ola bilər? Və o formada davam edirsən. İndi bilmirəm, 40-dan sonra nə olacaq? Yaşayıb görərik. Yaxşı, bizim mövzumuza gəlir media savadlılığı. Bu barədə çoxlu danışırlar. Xüsusilə mediada son aylarda bu barədə tez-tez danışırlar, amma mənə elə gəlir ki, insanların böyük əksəriyyəti heç əhəmiyyət də vermir buna. Amma sizin təqdim elədiyiniz, illərdir bununla bağlı video paylaşdığınız və analizlər elədiyiniz mən düşünürəm ki, daha yaxındır bizə, yəni gənclərə, orta yaş nəsil nümayəndələrinə. Ümumilikdə düşünürəm ki, mənim izləyicilərimə də bunlar maraqlı olacaq. Onu istəyirəm ki, bizə izah eləyəsiniz mümkün qədər sadə formada. Media savadlılığı nədir və nəyə görə lazımdır? Media savadlılığı mediada, sosial mediada, internetdə, ümumi olaraq o media kontenti dediyimiz, istehlak elədiyimiz, o udduğumuz deyirəm mən, udduğumuz o kontentlərin hər birini oxuma, anlama və analiz etmə bacarığıdır. Bunların hamısının kompleks bir şəkildə media savadlılığı deyilir onsuz da. Ən qısa şəkildə budur. Bəs nəyə görə o lazımdır? Nəyə görə olmalıdır bir cəmiyyətdə media savadlılığı? Mən ən bəsit formada yenə belə misal verə bilərəm ki, məsələn, indi deyirlər ki, nə bilim, falan şeyi ban eləyək, TikToku silək, TikToku qadağan eləyək. Amma biz qadağan eləyərək insanlara yaxşı bir istiqamətə yönləndirə bilmərik də. Dəyişiklik insanların özlərində, anlama bacarıqlarında olmalıdır. Bu da necə olmalıdır? Yenə dediyim kimi, oxuduğumuzu anlayaraq, pauza verərək, nə bilim, anlamırıqsa anlamaq üçün efor sərf eləyərək, biraz vaxt keçirərək, yəni çünki bizim bu dezinformasiya dediyimiz şey də elə belə yaranır. Yəni yalan məlumatlar da belə yayılır insanlar arasında. Çünki bir şeyi görürsən və fikirləşsən ki, bu 100% ola bilər. Yəni ehtimal verirsən və o ehtimalların arxasına düşərək bunu dostunla, valideynlərinlə, nə bilim, partnyorunla bölüşürsən və bu birdən-birə olur bütün Azərbaycanın dərdi və qlobal bir məsələ. Amma onu paylaşmadan əvvəl biz dayanıb baxmalıyıq ki, ümumiyyətlə bu mövzu doğrudurmu? Reallıq payı varmı? Yoxdursa hansı tərəflərdə o reallıq payı yoxdur? Yəni bu sualları vermək bizi istənilən bir momentdə, zamanda xilas eləyə bilər ki, o dezinformasiyanın, yalan məlumatın və yaxud da sadəcə olaraq zərərli məlumatın belə də istiqaməti ilə getmək və bu ona görə lazımdır. Yəni biz nəyisə qadağan eləməzdən əvvəl anlamalıyıq ki, bizim öyrənməli olduğumuz bəzi bacarıqlar var və bu bacarıqlar həyati bir şeydir. Yəni o deyirlər, siz yediyiniz şeysiz. Yəni bilməm bunu necə tərcümə edə bilərik. Həmçində biz sosial mediada baxdığımız şeylərik. Yəni nəyə baxırıqsa o insana çevrilirik. O personamıza onlar artıq yapışır. Və buna görə də önəmlidir ki, biz anlayaq ki, hansı informasiyanı əldə etmək istəyirik, hansı informasiyanı udub öz həyatımıza almaq istəyirik, hansı informasiya isə sadəcə olaraq bizə neqativ hisslər, zərər və digər insanlara qarşı nifrət və müxtəlif belə neqativ hisslər yaradır.
Aha. Mənim bu mövzuda ən çox narahat olduğum, məni narahat edən məsələ açığı bu çoxdan başlayıb. Mən ilk dəfə jurnalistikadan ali təhsil almasam da intensiv bir 6 aylıq kurs almışam müxtəlif jurnalistika sahəsində olan şəxslərdən. Bu şəxslər də öz növbəsində həm ölkədə, həm Türkiyədə, həm Avropada təhsil almış şəxslər olub. Orada bizə deyilən bu idi ki, xəbərçilik nəzəriyyəsində və sair jurnalistikanın qollarında bir xəbəri, aldığınız istənilən xəbəri 5 mənbədən yoxlayın və bu 5 mənbədə bir-birindən ayrı mənbə olsun, yəni bir-birinə zidd olsun. Deyək ki, biri əgər hər hansısa bir ölkədə hadisə baş verirsə, o ölkədə biri müxalifət yönümlüdürsə, biri iqtidar yönümlü olsun, biri alternativ olsun, o birilər də ona alternativ olsun ki, sən bunların müqayisəsində həqiqəti üzə çıxara bilərsən və minimum olaraq 5 mənbəni götürsən yaxşıdır. Bir o həmişə ağlımda tutmuşam onu. İkinci məsələ bu olub ki, məni narahat eləyən bugünkü də ən çox rast gəlinən Facebookda hər hansısa bir xəbər səhifəsi xəbərə başlıq qoyur ki, belə bir başlıq qoyur ki, o clickbait olsun, yəni insanlar klik eləsinlər. Amma o başlıq məsələnin məğzini açmır və savadda olmayan insan başlığı oxuyaraq xəbəri heç oxumadan girir birbaşa elə Facebookda olsun və yaxud da başqa platformada olsun, başlayır şərhdə təhqirlər yazmağa və sair məsələlər etməyə. Məni narahat edən o tərəfdir. Bu artıq başqa bir mərhələdir. Bir mərhələ budur ki, sən götürürsən mənbə axtarırsan, dəqiqləşdirirsən xəbəri. İkinci mərhələ odur ki, zaten hər hansısa bir xəbər var. Məlum deyil bu yanlışdır, doğrudur. Ümumiyyətlə bunun içindəki məğz nədir? Sadəcə başlığa görə başlayırsan şərh yazmağa. Bu şərh səbəb olur ki, onu başqa adamlar da görür. Onlar da sənin kimi oxumurlar və sən bunun daşıyıcısına çevrilirsən, sonra real həyatda da deyirsən ki, falan şey olmuşdu. Halbuki o falan şeyin sadəcə başlığını oxumusan. Bunun çarəsi nədir sizdə? Yoxsa bu dünyada ümumi gedən bir qlobal psixozdur, başqa ölkələrdə də bu yaşanır, ya bu bizə aid bir şeydir ancaq? Sizin çox gözəl vurğuladığınız və açıqladığınız kimi bu böyük bir media mexanizmidir və dünyanın hər bir yerində onsuz da siyasi olaraq da ultra sağçılıq hazırda dəbdədir. Dəbdə deməyim, amma yəni reallığımız, siyasi reallığımız budur bütün dünyada və bu da öz növbəsində bu siyasətçilərin dezinformasiya yayaraq insanları öz arxasına çəkmək metodlarından biridir. Yəni seçkilərdə. Çox üzr istəyirəm. Bizi izləyib dinləyənlər üçün istəyirəm bunu da açıqlayasınız. Ultra sağçılıq deyəndə nəyi nəzərdə tutursunuz? İnsanlara məlumat olsun. Daha çox konservativ siyasətçilər meyl edirlər bu kimi narrativlərə, yəni belə deyək, istiqamətlərə bir hekayələşdirmə formasına. Məsəl üçün təzəlikcə keçən il Almaniyanın AfD adlı bir siyasi partiyası, hətta türk bilirsiniz də 1970-lərdən bəri Almaniyada çox böyük bir türk kütlə var. Axını olub. Hə, türk axını olub və o işçi türk qrupları indi də bu gün də artıq nəsillər boyu orada köklənib qalıblar. Söhbət Türkiyəlilərdən gedir də. Türkiyəlilərdən, bəli. Və çox Çünki maraqlıdır ki, böyük Turan, Qurban falan ya Türk deyəndə Özbəkistana və sair ölkələrdə gedəcək biz daxil. Bəli. Və bu AfD siyasi partiyası milyonlarla pul xərcləyib sosial media üzərindən müxtəlif dezinformasiyalar deməyim, amma müxtəlif tipli belə postlar paylaşaraq insanları hətta dediyim o Türkiyələr köhnə yəni birinci nəsil miqrant Türkiyəlilərə belə inandırmışdı ki, bizim dərdimiz miqrantlarlandır, amma sizlə yox, yeni gələn miqrantlarla. Yəni hətta miqrantlar arasında belə bir çaxnaşma yaratmışdı da. Yəni ki, köhnə gələn miqrantlar, yeni miqrantlar və bu kimi qruplaşmalar. Yəni bu 70-ci illərdən artıq dünyada Almaniyanın özündə belə olub. Yəni yeni bir şey deyil də belə. 70-ci illərdə miqrasiya belə deyə kütləvi o Türkiyəlilərin miqrasiyası baş verib, amma son 2-3 ildə AfD bu sağçı partiya, konservativ partiya AfD başlayıb ki, bu narrativlərlə o birinci nəsil miqrantlara başa salsın ki, yəni biz anti-miqrasiya siyasətimiz var, amma bu sizə aid deyil. Bölgü içində də bir bölgü eləyib. Bəli, qruplaşma içində də bir qruplaşma və əlbəttə ki, diskriminasiyalar. Bu da sözsüz ki, əlbəttə ki, cəmiyyətin ayrılmasına, polarizasiyasına, yəni qütbləşməsinə səbəb olur. İndi sözümü ora gətirmək istəyirəm ki, sizin dediyiniz kimi, sosial mediada da bu belə işləyir. Olmasın siyasətçi, olsun media qurumları. Bu media qurumlarının hər birinin bir maddi bağlı olduqları yerlər, həmçinin maddi maraqları var. Onlar istəyirlər ki, pul qazansınlar, işçilərinə pul versinlər, reklam alsınlar, daha çox klik gəlsin ki, daha yaxşı reklamlar alsınlar. Yəni bunun hər birinin sonunda bir maliyyə motivi var da, yəni iqtisadi bir motiv var. Ona görə də bunu anlamaq vacibdir ki, bu media mexanizminin heç bir tərəfi istifadəçiləri, necə deyim, bu gün də onlar informasiya alsınlar, yəni nə bilim, biz xalqımıza informasiya verək, yəni tərəfində deyil də, bu pozitivlikdə deyil. Eşqindən alışıb yanmırlar ki, artıq bu pozitivlikdə deyil təsvir olsun. Çünki medianın jurnalistikanın yaranma, yəni məqsədləri onsuz da bu olub ki, elit təbəqə ilə adi xalq arasında bir körpü yaratmaq və o
orada baş verən o körpüdə baş verən informasiya alış-verişini biraz daha sadələşdirmək. Amma bugünkü gündə artıq hər şey dəyişib. Ona görə də biz artıq sosial mediada gördüyümüz şeylər də olsun, eşitdiyimiz şeylər də olsun, bunlarla bağlı hamısında tənqidi yanaşmalıyıq. Yəni buna məcburuq. Ona görə də sözümüzü elə ora gətiririk ki, bu artıq TikToku qadağan eləyək, falan yeri qadağan eləyək, buna ban gəlsin, süni intellekti qadağan eləyək, dən bitmir. Biz artıq bu bacarıqları yiyələnməliyik. Necə ki, biz danışmağı öyrənirik, nə bilim, yazmağı öyrənirik. Biz öz bədənimizə hansı qidaların daha sağlam olacağını anlayırıqsa, həmçinin həmin tənqidi və analitik düşüncəni də oxuduğumuz, öyrəndiyimiz şeylər üçün tətbiq eləməliyik. Bu artıq bir məcburiyyətə çevrilib və Şoşana Zubov bir müəllifdir və o deyir ki, Bir dediyin adın? Şoşana Zubov. Haraldı? İnanın bilmirəm. Ha, okey. Biraz o Ola nəsə bilər, ola ona bilər. oxşatdım. Oy, çətindir bunu. Şoşana Zubov. Şoşana Zubov. Şoşanna obrazını xatırlayın o Tarantino'nun filmindədir. Hə, Şoşanna bəli. orada səslənir. Müəllif Şoşana Zubov belə qeyd edir ki, biz ümumiyyətlə media ekosistemində hamımız bir əşyayıq, satılan bir əşyayıq. Əgər biz maraqlarımızı arxasınca getməyi, maraqlarımıza necə deyim, sahib çıxmağı bacarmırıqsa, həmin alınan həmin satılan şey biz oluruq. Çünki artıq yəni kapitalist bir sistemdəyik də, alınan satılan şey artıq biz olmağa çalışırıq. Çünki oluruq. Çünki bizim emosiyalarımızdan pul qazanılır. Bizim dediyiniz kimi başlığı oxuyub bir dənə komment yazmağımızdan pul qazanılır. Biz bunlarla insanlara gəlir əldə elətdiririk. Mənim yanımdadır ki, biz o vaxt jurnalistikadan dərs alanda belə bir eksperiment eləmişdi. Müəllimlərimiz ilk dərslərdə bizlə hər hansı bir məlumatı, bu PR-la bağlı dərsdə idi yanılmıramsa, birimizin qulağına demişdi və o xahiş eləmişdi ki, eyni məlumatı dostlar arasında ötürsün. Onun neçə nəfərin arasında yekunda o məlumat gəlib çatanda tam fərqli bir məlumat çıxmışdı və onda onu bizə praktik olaraq göstərdilər ki, yəni bu xəbər əldə edildikcə hansı dəyişimə məruz qalır. Bu baxımdan mənə maraqlıdır ki, media savadlılığı artırmaq üçün insanlar nə edə bilərlər və yaxud da onlara gəlib çatan xəbərin həqiqətini bilmək üçün. Çünki bir xəbəri bir neçə mənbədən araşdırmaq bu daha çox jurnalistlərin professional cəhətdən öhdəliyidir də həm də. Bəs adi insanlar nə edə bilərlər ki, bizi izləyənlərin əksəriyyəti, böyük əksəriyyəti elə adi insanlardır, öz məişəti ilə məşğuldur, ya mühəndisdir, həkimdir, psixoloqdur və sair sahələrin adamlarıdır. Adi insanlar nə edə bilərlər bunun üçün? Çox, yəni xeyli çox sayda texniki olmayan üsullar var. Birincisi sakit qalıb gözləmək. Yəni əgər nəsə bir şey baş veribsə, tutaq ki, bu bütün Azərbaycanı maraqlandıran çox ciddi bir problemdir. Yəni bu gün biz sadə insan olaraq bilirik ki, bunun taleyini həll edə bilməyəcək təsvir olsun. Ona görə gözləmək və heç nə paylaşmadan əvvəl şərhləri oxumaq, bir o alış-verişdə bir necə deyim, müsbətlə mənfini balanslaşdırmaq, analiz etmək ən yaxşı, ilkin təcrübi yardım fonunda, kontekstində bir üsuldur ki, biz yəni anlayaq ki, burada nə baş verir. Çünki sizin dediyiniz kimi 4-5 mənbə hazırda Azərbaycan media ekosistemində elə bir durum yoxdur ki, biz 4-5 fərqli alternativinə bir mənbə tapaq, təəssüf olsun. Yəni elə bir rəngarəng media sistemimiz yoxdur. O baxımdan biz ya maksimum müxalif olan kanalları izləyə bilərik və yaxud da biz sadəcə olaraq onsuz da mövcud vəziyyətdə yalnız bir-birini təsdiqləyərək paylaşılan və yaxud da yapışdır, kopyala yapışdır jurnalistikasına məşğul olan, yəni kanallara baxa bilərik. Bu baxımdan da vacibdir bunu anlamaq ki, bizim o çox şaxəli mənbələrimiz olmasa belə, bizim eləyə biləcəyimiz bəsis şeylərdən biri sakit qalmaqdır, gözləməkdir və daha çox bu xəbərin yayıla biləcəyi kanallarda sadəcə olaraq oturub baxmaqdır. Və yaxud da belə bir vaxtımız yoxdursa, sadəcə olaraq bütün konteksti oxumaqdır məsələn. Sizin dediyiniz kimi, yəni başlığa baxıb fikir bildirmək ən asan və hamının düşdüyü bir belə deyək tələdir. O baxımdan bunu anlamaq vacibdir ki, yəni dediyimiz kimi, bu insanlara pul qazandırır. Bu medialara pul qazandırır. Bunun bizim informasiyanı almağımız, bizim informasiyanı ötürməyimizlə bağlı heç bir yaxşı tərəfi ola bilməz. Və yenə sizin qeyd etdiyiniz kimi, bu başlıqlar, bu clickbaitlər də hamısı insanlara ilkin fikir bildirsin və daha çox oxumasın deyə baş verən strategiyalardır bir növ. Və bunu bəzi medialar artıq strategiya kimi eləmir belə. Bu sadəcə olaraq onların redaksiya siyasətlərinə çevrilib də. Belə bunu eləyirlər sadəcə olaraq. Ona görə bunu anlamaq vacibdir ki, bunu eləməməliyik. Bu düzgün bir taktika deyil və qeyd etdiyim kimi, sakit qalmaq, biraz analiz eləmək, əmin olmamış heç kimlə bu informasiyanı bölüşməmək daha yaxşıdır. Bir baxımdan da onu düşünürəm ki, bunu bölüşərək əks arqumentlərə də yol açmaq da yaxşı ola bilər, amma bunu bəlkə ictimai şəkildə yox, amma dostlar arasında müzakirə eləmək daha yaxşı ola bilər ki, bir-birinizdən aldığınız informasiyaların belə deyək, çox rəngliliyinə bir
fikir formalaşmasına kömək eləsin. Bəli, çünki bunu mən əminəm ki, media savadlılığı mövzusunda dünya təcrübəsində bunu eləmirlər. Çünki yəni əgər yalan bir xəbər olacağını ehtimal edirsənsə, ümumiyyətlə danışma. Amma Azərbaycanda dediyim kimi, onsuz da mənbə azlığı var. Alternativ səslərə çıxışın əksiliyini hiss eləyirik. Ona görə də bəlkə insanlar arasında danışmaq bu baxımdan kömək ola bilər. Məsələn, bəzən deyirlər, hansısa bir mövzu olanda hamı da ekspert oldu bu mövzunun, bəs hamı da danışır. Yəni bir tərəfdən əlbəttə ki, o daha çox dezinformasiyanın burulğanının belə artmasına səbəb ola bilər, amma bir də belə bir haşiyə çıxmalıyıq ki, axı bizim mənbələrimiz azdır, onda bəlkə insanlar daha çox fikir bildirməlidirlər ki, biz düzlə səhvi bu cürə ayırd eləyə bilək ən azından. Mən bilmirəm bu dünya mediasında nə cürdür. Baxmayaraq ki, onları da ara-sıra müşahidə edirəm. Müxalif yönlü media və iqtidar yönlü media, mən hər ikisini deyək ki, nəzərdən keçirəndə, ruslar demiş, abzor eləyəndə heç birində ideal görə bilmirəm. Yəni məsələn, mən jurnalistikadan təhsil alanda bəlkə də bu mənim özümdə, öz-özlüyümdə yaratdığım bir illüziya idi ki, hər hansı bir media orqanı var, bu ideal birəbir doğru xəbəri verəcək. Bilərəkdən və yaxud da bilməyərəkdən. Deyək ki, müxalif yönlü mediada mən özüm müşahidə eləyəndə, lap bizim ölkədə olsun, baxıram ki, bəzi xəbərlər paylaşılanda fikirləşirəm ki, burada professional jurnalistlər işləmir. Yəni bu insanlar anlamırlarmı ki, bu məlumat yanlışdır, bunu nəyə görə verirlər? Yəni bunun qərəzi nədir, bu çərçivə nədir? Və yaxud da iqtidar yönlü mediada bəzən orada da sən yanlışlar görürsən və fikirləşirsən ki, yəni bunlar professional jurnalist və yaxud da professional bir baş redaktor ya yoxdurmu ki, burada texniki səhvlərdən söhbət getmir də, o istənilən yerdə ola bilər nəsə. Amma bəzən belə səhvlər görürsən ki, fikirləşirsən, yəni bu nəcür oldu, nəcür bu baş verir. Buna bonus olaraq da dünyanın ən tanınmış media resurslarında belə bir neçə il əvvəl kəşf elədim ki, sən demə bu media resurslarında da sən ödəniş edərək hər hansı bir xəbəri, məqalələri dərc elətdirə bilərsən. Halbuki onlar haqqında məndə və bəlkə də əksər insanlarda media ilə plus-minus maraqlananda belə bir təəssürat vardı ki, onlar kiminsə haqqında xəbər və yaxud da məqalə dərc edirlərsə, bu artıq çox güclü bir mənbədir. Çünki dünyanın ən tanınmış media mənbələri, New York Times olsun, Washington Post olsun və s. də bu aiddir həm siyasətdən, iqtisadiyyatdan, lap show biznes aləmindən və s. yazan jurnallara hamısına aiddir. Mən orada istisna qoymuram. Səninlə bu da varmış, bu variantlar da varmış. Bu baxımdan mənə maraqlıdır ki, ümumiyyətlə dünyanın hər hansısa bir yerində ideal media mənbəsi iddiasında olan hər hansısa bir media mənbələri varmı? Varsa belə inanın ki, onlar pul qazanmırlar. Aha. Çünki jurnalistikada hazırda o biznes modelinə keçib və dediyim kimi orada pul motivi varsa, hansısa bir onsuz da jurnalistin, ya da redaksiyanın biz obyektiv olmanı gözləyə bilmərik. Çünki o maddi, maliyyə dəstəkləri, motivləri və s. istər-istəməz həmin mediaları müəyyən çərçivələrə sadiq qalmağa məcbur eləyir. Bu baxımdan da onlardan biz 100% obyektivlik, ümumiyyətlə mən başa düşmürəm bu mediada obyektivlik mövzusu nəyə görə açılıb. Böyük ehtimalla yəni əsrlər əvvəl olub ki, ilk müzakirələrdə belə bir ideya yaranıb ki, media obyektiv olsun, jurnalistika obyektiv olsun, amma artıq biz jurnalistlərdən və yaxud da mediadan bunu gözləyə bilmərik. Bizim gözləyəcəyimiz şeylər balanslı reportaj ola bilər, balanslı etik, yəni peşəkarlıq ola bilər. Çünki artıq obyektivlik söz danışılası bir şey belə deyil, mənə elə gəlir. Jurnalistikada ümumiyyətlə etika sərhədləri hardadır? Çünki siz danışa-danışa nə yadıma gəldi? Bir fransız müəllifi, Əziz Dost əsərinin müəllifi idi, adını unutdum indi. Orada yanılmıramsa belə bir şey var idi. Bir neçə böyük mətbəənin, mətbəə deyəndə qəzet nəşrinin rəhbərliyi var idi və onlar da hər hansı bir siyasi baxışı olan rəhbərlərinin tabeliyində olan media. Yəni hansı bir imkanlı insan da onun media resursu var, deyək ki, həmin vaxtı bu qəzetlər formasındadır. İndiki reallıqda bu artıq media holdinglərdir, onlar radiolar, televiziyalar, podkastlar və s. şeylər ola bilər. İlk növbədə onu deyim ki, bizi izləyib dinləyənlər üçün yəni jurnalistika tarixi haqqında məlumatsızam. Sadəcə o əsər özü bir 100, 150 ya 200 il əvvələ dayanırdı ya, ora gedirdi və Fransa cəmiyyətini göstərirdi. Ən azından 100 il nağd bilirəm ki, var. O vaxtda da belə fikirləşirəm ki, orada da bir obyektivlik olmayıb. Orada da kimisə yüksəldə və yaxud da yerə vura bilirdilər hələ qəzet dövründə. Bu ümumiyyətlə heç bir vaxt olmayıb. Yoxsa bu nə vaxtsa olub bu obyektivlik. Ümumiyyətlə biz bununla bağlı istəyirəm bir qərar versin də bizi izləyənlər, dinləyənlər də ümumiyyətlə obyektivlik gözləyəkmi? Nə vaxtsa olubmu bu obyektivlik? Yəni mənə elə gəlir ki, nəzəriyyədə hər şey çox yaxşı səslənir. Bununla bağlı, yəni illər, əsrlər əvvəl Hutchins komissiyası adlı bir komissiya yaradılıb. Elə bu bizim dediyimiz 4-cü hakimiyyət mövzusunun yaradılışı və daha sonra onun inkişafı mövzusundan danışası olsaq və orada belə bir müddəalar var idi da, o komissiyada olan insanların qarşısında. Onlar da hamısı Amerikanın
nə bilim, kamil, belə bilikli insanlar idi. Nə bilim, siyasətçilər və yaxud da sadəcə olaraq yazmağı, oxumağı bilən və elitar səviyyədə olan insanlar və onlar belə düşünürlər ki, artıq media insanlara lazım olan informasiyanı vermir, media insanlarla elitar təbəqə arasında bir körpü ola bilmir və neyniyək? Olmalıdır ki, belə yəni tələb vardır deməli tarixi əvvəl bir növrədə ki, bunlar artıq deyirlər ki, indi ola bilmir. Əlbəttə, yəni hə. Çünki orada yəni medianın ümumiyyətlə jurnalistikanın yaranma səbəbi elə bu olub da ki, xəbər alınsın, insanların xəbəri olsun, nədən xəbəri olsun, siyasətçilərin verdiyi qərarlardan və ümumiyyətlə dünyada nə baş verir ondan. Yəni bu nə vaxtda dirənir? Bu eradan əvvələ gedir, Yunanıstana falan gedir, çıxır yoxsa necə? Yəni mənə elə gəlir ki, onsuz da heroqriflər ki var, bizim tapdığımız deyəndə, yəni arxeoloqların tapdıqları tapıntılar ki var. Onsuz da bu hamısı insanların o yazma, yaratma, daha doğrusu bir-birinlə bölüşmə vərdişlərinə gedib çıxır. Amma biz Gutenbergin çap maşınının yaranmağı ilə səhv 18-ci əsrdə səhv eləmirəmsə, ona biz başladırıq o medianın yaradılış prosesini. Çünki çap maşınından sonra bu biraz rahatlaşdı proses və daha çox alternativ səslərə və alternativ qəzetlərə belə deyək yer ayrıldı. Amma bu Gutenbergin maşından əvvəl də insanlar onsuz da əllə və daşla səhv etmirəmsə yazırdılar bu qəzetləri və bir səhifəlik. Meydanlarda kimsə çıxıb hansısa bir məlumatı aydınlatmaq. Qədim Yunanıstanda, qədim Misirdə əmin deyiləm, amma qədim Yunanıstanda 100% ki baş verən belə deyək bacarıqlarda sadəcə olaraq texnologiyanın yaratmağı ilə bunlar bir ada sahib olmağa başlayıblar da media, nə bilim jurnalistika, qəzetçilik və s. kimi. Okay, səhvəmsə mənə düzəldin. Özüm də yekunda nələrsə əlavə lazım olsa, burada çıxarıb göstərərəm ki, falan ildir. Biz bir qısa fasilə verdik. O qısa fasilədə mən dedim ki, internetin sürəti zamanın axınını hiss etməməyimizə səbəb olur. Siz də dediniz ki, bəs yox, əslində bu milyarderlərin marağıdır. Mənə maraqlıdır, bizi izləyib dinləyənlər bu barədə nə düşünürlər? Çünki mən özüm son 5-6 il ərzində zamanın nə cür sürətlə keçdiyini hiss eləməmişəm. Müxtəlif insanlar sosial mediada həkimlər, psixoloqlar və s.lərin və ingilis dilli olsun, rus dilli olsun görmüşəm ki, onlar bununla əsaslandırırlar və türk dilli YouTube-da da var ki, biz internetdə çox vaxt keçiririk deyə və bekar vaxtımız azdır deyə biz onu hiss eləmirik və bu səbəb olur ki, biz əvvəl deyək ki, internet yox idi və bekar qalırdıq, özümüzlə baş-başa qalırdıq. Tutaq ki, yaxınlarımızla, dostlarımızla. İndi bu fərqlidir deyə zamanda sürətli keçir. Sizin buna münasibətinizi bir də almaq istəyirəm. Siz niyə bundan razı deyilsiniz? Çünki mən düşünürəm ki, interneti bütün dünyada istisnasız formada söndürsələr, o hiss itər. Biraz bu mövzunun biraz əvvəlinə getməliyəm məncə mənim cavabımı verməyə. Çünki mövzu həm də şeydən yarandı da ki, uzun yaşamaq, nəyə görə artıq o qədər uzun yaşaya bilmirik, sağlam yaşamaq və s. Bu da öncəki podkastımıza görə idi, üzr istəyirəm. Çünki orada 95 yaşlı Leriki sakini olan Məhbubə nənənin uzun ömür yaşaması ilə bağlı danışırdıq. Bəli və mən də ondan bağlı dedim ki, artıq daha doğrusu ümumi fikrim bu idi ki, bu milyarderlərin daha çox varlanması və onların bir çox belə müxtəlif sektorları əl altına alması və heç bir şəkildə gözlərini doymamağı. Bununla da artıq hər yola əl atmaları. Məsəl üçün bununla bağlı mən çox paylaşıram, xüsusən də ekologiya mövzularında ki, necə Cənubi, daha doğrusu Şimali Amerikanın bütün o tekstil firmalarının, şirkətlərinin belə deyək artıqları hamısı tökülür Hindistan və onun ətrafı olan belə deyək də su hövzələrinə. Qlobal cənub deyilən ölkələrin bəli su hövzələrinə, onların dediyiniz kimi su hövzələrinə və su hövzələrinə və çirkləndirir və təsəvvür edin ki, orada baş verən hadisələr, yəni qlobal şimalda baş verən hadisələr qlobal cənuba necə təsir eləyir və bu istər-istəməz o deməkdir ki, yalnız bu onlar arasında baş verən bir alış-veriş deyil də, bu bütün dünyaya yayılan və bizim bilmədiyimiz tipdə bu dinamikalardır. Və ona görə düşünürəm ki, bizim sağlamlığımızın artıq kifayət qədər olmamağının, indi konspirasiya yaymaq istəmirəm, amma yəni bizim əvvəlki tək sağlam ola bilməməyimizin səbəblərindən biri, yalnız biri də bu ola bilər ki, artıq çünki şirkətlər dözülməz dərəcədə çox istehsal eləyirlər və insanları bir o qədər çox istehlak eləməyə məcbur eləyirlər. Məsələn, o bildiyimiz çox məşhur həm Türkiyədən, həm Çindən olan kargo şirkətləri ki var, böyük brendlər ki var. Əslində hamısı polyester məsəl üçün məhsulundan istifadə eləyir və polyester də özü də plastikdən alınan başqa bir məhsuldur. Ümumi olaraq belə bir döngünün içərisindəyik də kimi düşünürəm ki, yəni davamlı olaraq daha çox istehlak eləyərək dünyanı daha bərbad bir hala gətiririk. Sonra bu bərbad olan əlbəttə ki, suyun keyfiyyəti, havanın keyfiyyəti də birbaşa olaraq bizim sağlamlığımıza təsir göstərir, amma mən burada individuallaşdırmadan daha çox həm də milyarderlərin üstünə yıxmaq istəyirəm ki, yəni bir növ burada regulasiyanın olmamağı burada artıq bizi o günahlandırılacaq günah keçisinə çevirir.
deyə düşünürəm. Mənə elə gəlir ki, biz bu barədə 2 il əvvəl Həsən Rəhimli ilə iqtisadiyyatın fəlsəfəsi və psixologiyası barədə danışırdıq. O iqtisadçıdır özü. Orada biz o mövzuya toxunmuşduq ki, bu araşdırma var da, aylıq 30 neçə mindir deyəsən dollar gəlirdən artıq olanda sən artıq pulun artması, gəlirin artması sənin xoşbəxtliyində belə də xüsusi əhəmiyyət kəsb edəmir. Elon Musk da bunu bir müsahibəsində demişdi ki, ona o sərvəti ilə bağlı soruşmuşlar 2-3 il əvvəl ki, bəs bu qədər pul falan. O da dedi ki, sənin üçün müəyyən həddən sonra bu sadəcə rəqəmlərdir. Bundan çıxarış eləyirəm, o şey gəlirəm ki, milyarderlər üçün onlar xüsusi belə bir qayğıları yoxdur ki, onların gəlirləri artsın. Bu artıq o şirkətləri bəlkə də idarə edən, onların səhmlərinə sahib olan şəxsə gələn rübdə daha artıq səhmlərin qiymətinin qalxmasını göstərmək istəyən və bir-birinə zəncirvari bağlı olan bir prosesdir. Çünki yəni sənin deyək ki, ehtiyacların nə qədər pul götürə bilər ki? Deyək ki, hamısını yerinə yetirmək üçün bir 100 milyon lazımdır. Amma sənin bir ideyan yoxdursa və bu ideya səni hər gün səhər oyanıb yenidən nəsə iş görməyə vadar eləmirsə, sən ya intihar eləyərsən, ya nə bilim milyarddan imtina eləyərsən, nəsə bir dəyişiklik olar da. Düşünmürəm ki, bu onların ali məqsədi olar. Mənim bu zənnimcə belədir. Bir də su hövzələrinin çirklənməsi ilə bağlı danışdıq. Mən fikir verdim ki, son illərdə xüsusilə o dedi ki, ultra sağ hərəkat elə bil ki, güclənir də, bir növ mediada da bəlkə də dominasiya edir, bəlkə eləmir, bilmirəm. Mən fikir vermişəm ki, son illərə qədər daha çox dünyanı, ətraf mühiti qorumaqla bağlı xəbərlər öndə idi. Arada eşidirdin ki, yaşıllar hərəkatı, bunlar nəsə etdilər. Bu xəbərlər daha tez gündəmdə olurdu. İndi sanki qlobal istiləşmə baş vermir. Halbuki 5 il əvvəl xəbərlər ondan bağlı dəhşətli dərəcədə çox idi, 5-10 il əvvəl. Sanki indi sular elə də çirklənmir və yaxud da sanki insanlara artıq bu maraqlı deyil, ya bu gündəm deyil. Sanki bu növ xəbərlər qlobal istiləşmə, təbiətin çirklənməsi ilə bağlı xəbərlərdə kimlərəsə maraqlı olanda gündəmdə olur, təbliğ edilir və hər kəs tərəfindən danışılır. Amma artıq indi onların maraq dairəsində deyil deyə bunu boost eləmirlər, buna yatırım eləmirlər deyə və bu artıq gündəmdə də deyil. Mən də elə düşünürəm. Mən ümumiyyətlə xatırlamıram Azərbaycan mediasında nə vaxt ekologiya COP29-dan əvvəl və sonradan başqa da kifayət qədər olub. Mən bir oxucu kimi çox görməmişəm. Hətta mən öz payıma deyim ki, mən o xəbərləri görəndə düşünürdüm, həmişə belə düşünürdüm ki, bizim falan qədər dərdimiz təklif qalıb, bu bizə nəyimizə lazım? Tutaq ki, ABŞ-da, hansısa Avropa ölkələrində bəlkə də bu onlar üçün aktualdır. Onlar artıq o qədər əksər problemlərini həll ediblər ki, artıq şadlıqlarına şiddiyəlirlər, oturub ekologiyadan danışırlar. Bizim başqa problemlərimiz var da, biz daha çox onlara vaxt ayırıq. Amma kifayət qədər var idi, bizim mediada da var idi. Mən bilmirəm, dediyim kimi oxucu kimi rastlaşmamışam, indi ola bilər siz rastlaşmısınız. Amma hətta mən deyərdim ki, üzr istəyirəm, COP29 vaxtında o çərçivədə o vaxtda olanda daha az idi, nəinki əvvəl də ondan da çox idi. Ola bilər. Yəni ümumi olaraq sizin dediyiniz kimi mən də belə düşünürəm ki, ümumi bu sözsüz ki, maraqlara uyğun o çərçivələr dəyişir, ya ekologiya mövzusunu daha çox paylaşılır və yaxud da bu sadəcə olaraq olmur. İndi bilmirəm, mütləq ki, hər şeyin bir altında yatan bir səbəb var. Bu ya aşkara çıxır və biz ondan xəbərdar oluruq və yaxud da olmuruq. Amma ümumilikdə nəinki ekologiya, yəni heyvan haqqları, nə bilim, ümumi olaraq etik aqrar kənd təsərrüfatında, xüsusən də bu malqarayla işləyən insanların daha etik bir şəkildə bu işlə məşğul olmağı, yəni ümumiyyətlə bu ekologiyanı açsaq da, hədsiz çox qlobal istiləşmə kənara qalsın. Yəni o qədər çox bunun altında qatlar var. Bəli, qollar və qatlar var, amma onun da hər birinin də açılması üçün əlbəttə ki, kifayət qədər media subyekti olmalıdır ki, bu digər medialar, deyək ki, populyar medialar indi bir gün ərzində hər gün bir dənə maksimum tutaq ki, ekoloji mövzuda xəbər paylaşa bilirlərsə, o həmin sırf 1 ya 2 media resursu subyekti sırf ekologiya mövzusunda danışsın məsələn. Yəni bu da əlbəttə ki, medianın inkişafına şərait yaradıldığı təqdirdə baş verə biləcək şeylərdir ki, insanlar oturub, jurnalistlər oturub desinlər ki, bu mövzuda bizim qıtlığımız var və bu mövzuda biz ortaya bir iş qoymalıyıq. Baxın, bizdə bir vətəndaş jurnalistikası anlayışı var da, son illər sosial medianın inkişafı ilə bağlı. Bizdə yox, ümumiyyətlə bütün dünyada bu inkişaf eləyir. Artıq hər bir şəxs sosial mediada profil yaratmaq, hər hansı bir platformada orada özünə izləyici yığmaq, orada məlumat paylaşmaq kimi bir lüksü var. Deyək ki, adi bir istifadəçi ki, özünə hər hansı bir profil seçməyib də, deyək ki, kimsə psixoloqdur, psixologiya ilə bağlı paylaşım edir, kimsə kənd təsərrüfatı ilə məşğuldur, onunla bağlı paylaşım edir, bildiklərini və s. Sanki bir hiss var, nəsə baş verdi, onunla bağlı bir
xəbər yazmaq, yanlış, doğru olduğunu yoxlamadan, yəni bayaq danışdığımız kimi də hardansa görüb artıq onu paylaşır. İnsanlar bundan nə cür başa çıxmalıdırlar? Başa çıxmalıdırlarmı? Ümumiyyətlə vətəndaş jurnalistikası nə cür inkişaf etməlidir? Bununla bağlı dünyada hər hansısa bir oturmuş çərçivələr yoxdur hələ ki. Bu elə açıq-burax olmalıdır. Kim nə cür istəyirsə o cür də etməlidir. Mənim düzü bu mövzuyla bağlı dərin bir bilgim yoxdur. Mən sadəcə olaraq araşdırmalar oxumuşam. Məsələn, Hong Kongda iki araşdırmaçı bununla bağlı yazırdı ki, məsələn, vətəndaş jurnalistikasının sizin dediyiniz kimi çərçivələri nə olmalıdır, onların məsuliyyətləri nə olmalıdır və vətəndaş jurnalistikası ilə ənənəvi jurnalistika arasında hansı belə peşə çərçivələri var və bunlar hansı məqamda belə kəsişirlər. Ona görə bununla bağlı dərin bir məlumat verə bilmərəm ki, dünyada bu təcrübə necədir. Amma ümumi olaraq düşünürəm ki, vətəndaş jurnalistikası ilə məşğul olan insanlara biz oturub hər hansı bir belə qayda çərçivə qoya bilmərik deyə düşünürəm. Çünki hadisə baş verir və onların əlində telefon var və onlar onu çəkib paylaşırlar və yaxud da hansısa bir mediaya göndərirlər. Burada üzərinə məsuliyyət düşən tərəf medialardır, redaksiyalardır, redaktorlardır, jurnalistlər, həmin müxbirlərdir ki, o insanlarla əlaqəyə keçirlər. Çünki o insan, yəni vətəndaş jurnalisti sözsüz o 2 saniyə hadisə baş verdiyi və özünə vətəndaş jurnalisti demədiyi halda belə nəsə bir baş verən hadisəyə reaksiya olaraq onu çəkə bilər, amma o orada nəyin çəkilməli, nəyin çəkilməməli, nəyi blurlamalı olduğunu bilməyə bilər. Dediyim kimi, orada artıq məsuliyyəti axtarmalı olduğumuz tərəf ondan istifadə edən medialardır. Çünki oradakı bir səhv belə, orada hər hansı bir kadrın pis çəkilişi, nə bilim, dediyim kimi blurlanmalı olan, amma blurlanmayan bir səhnə, kadr belə artıq tamamilə o medianın əlindədir. Amma ümumi olaraq dediyim kimi, bu media savadlılığına yenə gəlirik ki, media savadlılığı olduğu təqdirdə onsuz da mənə elə gəlir vətəndaş jurnalistlər də anlayarlar ki, nə sosial mediada paylaşılmalıdır, nə paylaşılmamalıdır. Amma yəni adicə bu keçən il 2024-cü il dekabrında baş verən Azal təyyarəsinin qəzası mövzusunda belə oradakı insanların çəkib paylaşmağı səbəbi ilə biz anladıq ki, burada heç də məsələ quş şeyi gəldi, quş kütləsi gəldi, vurdu deyil də. Yəni burada başqa məsələlər var. Və mənə çox maraqlıdır ki, o videolar paylaşılmasaydı, ümumilikdə o hadisənin təfərrüatları necə olacaqdı? Yəni necə bir açıqlama alacaqdıq biz hadisənin davamında. Elə o məsələ də bizə göstərir ki, həmin vaxt biz sakit olmamız daha çox kömək eləyir bəzi ailələrə xüsusilə də. Əgər kimsə öz ailə üzvündən xəbər gözləyirsə. Pərxan, bugünkü gündə süni intellekt trenddir, hər kəs bunu danışır, süni intellektlə məşğul olan şirkətlərin dəyəri artır və s. və ilaxır. Hətta artıq bizdə dövlət proqramlarında onunla bağlı qəbul olunub. Fərz eləyək ki, mən hansı bir xəbər görürəm və bunu araşdırmaq üçün əvvəl Google-da axtara bilərdim və yaxud da aktual bir şey deyilsə, mən bunu hansı bir kitablarda da mənbələrə müraciət edə bilərdim də. Süni intellekt bu media savadlılığı mövzusunda bizə nə cür dəstək ola bilər və ona doğru yanaşmamız nə cür olmalıdır ki, düzgün formada ondan faydalana bilək. Çünki süni intellekt bəzən alqoritmi belə formalaşıb ki, bizə xoş olsun deyə yalan da danışır. Sonra deyirsən ki, bəs bu səhv idi yoxladım. Deyir, hə, səhv idi, üzrlü say. Alternativi deyir. Sanki bizi yola vermə modundadır da bu süni intellekt. Ondan bağlı nə cür başa çıxmaq olar? Yol vermə metodu deməzdim, amma deyərdim ki, insanların zəif olduğu məqamı bilir. Qayğıkeşliyi, məsələn, insanların hazırda onlara qayğı ilə danışan, nə bilim, partnyora, həkimə, müəllimə və s. müxtəlif şeylərə ehtiyacı var. Buna görə də süni intellekt bu boşluğu doldurmağa çalışır deyə bilərik. Ümumilikdə süni intellekt bizə necə kömək edə bilər? Dediyiniz kimi, yəni axtarış üçün və xüsusən də bir çox fərqli mənbələrə fokuslandığı üçün süni intellekt bizə yeni şeyləri öyrənməkdə daha asan və daha sürətli həllər təqdim edə bilər. Amma süni intellekti, yəni unutmamalıyıq ki, süni intellektin yəni yaxşı tərəfləri olduğu kimi neqativ tərəfləri də var. Bunlardan əsas biri odur ki, süni intellektin də xəta payı var. Süni intellekt heç də az olmayıb ki, mənə yalan, yəni halüsinasiya deyirik də biz buna. Süni intellekt oradan halüsinasiya cavablar verir və heç mövcud olmayan mənbələri sənə təqdim edir mənbə kimi. Bu baxımdan bu media savadlılığı mövzusunda xüsusən biz bunu anlamalıyıq ki, süni intellektdə istədiyimiz hər bir mənbə doğru olmaya bilər. Buna görə də ikinci dəfə biz özümüz bunu araşdırmalı və doğrulamalıyıq. Digər bir məsələ isə dediyiniz kimi təsdiq qərəzi. Bu bizim insan olaraq bizdə də var ki, biz nə bizim fikrimizə uyğunlaşırsa, nə bizə xoş gəlirsə, biz ona inanmağa meylliyik və dediyim o boşluqda o süni intellektin proqramlaşdırmasında var ki, insanlara xoş gələn şeyləri ona deyir bir növ. Ona görə də biz süni intellektə hansı promptları verməli olduğumuzu da anlamalıyıq bu mövzuda və bunu necə anlaya bilərik? İnternetdə bununla bağlı sonsuz resurs var. Yəni adicə Instagram Reels'lərdə belə o qədər çox bununla bağlı videolar çəkirlər ki, ona görə hər hansı bir yaxşı mütəxəssis tapıb onun kontentlərinə baxmaq bunun üçün bəs eləyə bilər və yaxud da internetdə biraz araşdırıb yazılar oxumaq bəs eləyər deyə düşünürəm.
indiki məqamda 2025-2026-da. Amma bunu da anlamalıyıq ki, süni intellekt stereotiplər yaratmaqda, yəni nömrə 1-dir. Çünki ona verilmiş dataları nəticədə o bizə ötürür. Süni intellekt yeni bir şey yaratmır. Ona görə də süni intellekt onda mövcud olan datalar əgər stereotiplər yaradırsa, süni intellektdə bu stereotipləri gücləndirməklə hökmlüdür və yaxud da buna bacarığı var. Ona görə bunu anlamalıyıq ki, süni intellektin belə neqativ tərəfləri var və süni intellekt xüsusən indi bu bizdən media savadlığı ilə əlaqəli deyil, amma şirkətlərdə istifadə edildiyi təqdirdə, yəni hansısa bir optimallaşdırma funksiyasını görmək üçün müxtəlif, yəni qrupları dediyim kimi diskriminasiya da eləyə bilər. Ona görə biz anlamalıyıq ki, hər şey gül böcəklərdən ibarət olmayan gözəl bir şey olmadığı kimi süni intellektində neqativ tərəfləri var və bunu nə qədər tez öyrənsək o qədər yaxşıdır və onu da anlamalıyıq ki, məncə bunu burada artıq yenə medialara düşür bu mövzu ki, süni intellekt haqqında yazanda, yəni süni intellekt falan şeylədi, süni intellekt falan cürə davrandı, nə bilim belə cavab verdi. Yəni süni intellekt insan deyil. Süni intellekt insan ola bilməz, düz deyil. O sadəcə bir alətdir və ona alət kimi davranmalıyıq. Süni intellektin cavabı bu cürə mənaya çıxdı deyə bilərik. Məsələn, təzəlikcə 1-2 ay əvvəl mən hansısa bir texnologiya mediasının belə bir şey yazdığını gördüm ki, süni intellekt bir xəstəyə nə bilim diaqnoz qoydu və onu ölümdən qurtardı. Bunu süni intellekt eləyə bilməz. Onun verdiyi cavab eləyə bilər və bu da nəticədə insanın verdiyi promptlar və əmrlər əsasında baş verə bilən bir şeydir. Yəni ona görə bunu anlamalıyıq və mənim həssas olduğum, yəni həm oxucu kimi, həm istifadəçi kimi, həm də bir nə bilim media insanı kimi həssas olduğum mövzu budur ki, bir, süni intellekti insanlaşdırmamalıyıq. İkinci, məsələn Time jurnalı 2025-ci ildə süni intellektin memarları siyahısı altında 8 nəfəri, hansı ki böyük şirkətlərin rəhbərlərini ilin insanı seçdi. Və bu əslində çox yaxşı bir addımdır ona görə ki, süni intellekt göydən düşmə bir şey deyil. Bunu yaradan insanlar var, buna pul sərf etmiş, bunu bir konsept kimi inkişaf elətdirmiş və bu gün də insanların əlinin altına, belə deyək, əlinə vermiş bir belə alət kimi ona təqdim etmiş insanlar var və həmin insanlar üzr istəyirəm, sizi çox istədiyinizə, bizi çox istədiklərinə görə deyil, bizlə məşq elətdirib pul qazanmaq istədiklərinə görə. Bəli, nəhayətində yəni ChatGPT 2022-ci ildə bizim həyatımıza belə necə deyim, təqdim ediləndə heç kimin belə bir savadlılığı yox idi ki, mən bundan nə etməliyəm? Yəni heç bir ön baxış vermədən, heç bir şəkildə bizi bundan bağlı xəbərdarlıq etmədən bizim qarşımıza atdılar ki, buyur, istəyirsən psixoz ol, istəyirsən nə bilim halüsinasiya gör, istəyirsən depressiyaya gir, istəyirsən həyatına nə edirsənsə elə, bu burdadır, o sənin öz məsuliyyətindir. Və mənə elə gəlir ki, bu böyük bir boşluq idi və bu yəni gözlənilən bir risk idi əvvəlcədən. Sadəcə olaraq buna fikir verilməmişdi, istənilərək fikir verilməmişdi deyə düşünürəm. Ona görə də anlamalıyıq ki, hər hansı bir şeyi süni intellektin üstünə atmadan əvvəl onu quran, onu yazan, onun bugünkü inkişafına gətirən insanları, şirkətləri də məsul tutmalıyıq. Çünki dediyim kimi, hansısa bir problemləri individuallaşdıranda biz onun problemi həll eləyə bilmirik. Ona görə anlamalıyıq ki, bu problem ümumiyyətlə kökü hardan başlayır? Mənə elə gəlir. Baxın, sosial mediada bir hiperreallığı var, bir sanki simulyasiya yaşanır orada. Buna mən daha çox nə vaxt fikir verirəm? Sosial mediada bizim izlədiyimiz, paylaşımlarına şərh yazdığımız, reaksiya verdiyimiz şəxslər var müxtəlif platformalarda. Sanki orada bir dünya var, bir də var ayrı dünya. Deyək ki, mən bununla rastlaşıram rayonlarımıza gedəndə, orada yaşayan dostlar, qohumlarla danışanda və yaxud da sosial mediada elə də vaxt keçirməyən, sadəcə bilmədiyini necə idarə etmək olar, elə də vaxt keçirməyən insanlarla ünsiyyətdə olanda sanki orada bir başqa reallıq var, başqa bir dünyada yaşayırlar. Və o insanlardan da əksər hallarda sən real həyatda elə də çox ünsiyyətdə olmursan. Bir də var real həyatda ünsiyyətdə olduğun insanlar. Bu məsələ ilə insanlar nə cür başa çıxmalıdır? Yəni analitik düşünmə yenə dediyim kimi. Çünki mən də inanmıram ki, biz bunu davamlı olaraq bayaq da sizin dediyiniz kimi bu yaş məsələsində biz davamlı olaraq internetdə vaxt keçirərək internetin neqativ təsirlərinə necə məruz qaldığımızı öyrənə bilmərik. Ona görə özümüzə vaxt tanıyıb o vaxtda da sual verib, öyrənərək mən nəyə necə reaksiya verdim, nəyə görə bu reaksiyanı verdim. Yəni sual vermək bizə çox kömək olacağını mən hamıya, hər kəsə əminliklə deyə bilərəm. Çünki sual vermək o ki bizdə o tənqidi düşüncənin toxumlarını ki atır beynimizdə, o yavaş-yavaş cücərməyə və bizi daha analitik bir insana çevirməyə kömək eləyir deyə düşünürəm. Ən azından bunu mən özümdə belə görmüşəm. Yəni 17 yaşında mən media tənqidi ilə tanış olmasaydım, təsadüfi bir şəkildə və bu media mexanizminin necə fərqli işlədiyini görməsəydim, o jurnalistika fakültəsində mənə heç vaxt bir jurnalist olaraq da hansısa bir mühitdə olduğumu mənə heç kim başa salmamışdı və mən də öyrənməyəcəkdim. Ona görə bunu anlamaq vacibdir ki,
Yəni hətta jurnalistlərə belə bu təhsilin içərisində bu media tənqidi, media analizi, biz bir jurnalist kimi həm də bu cürə zərər verə bilərik, bunun fərqində olmalıyıq deyilmirsə, onda bir növ biz şansımız, yəni belə deyim, özümüzü şansa buraxmamalıyıq da ki, birdən mən necəsə neqativ təsir alaram və yaxud da bu sizin dediyiniz hiperreallıqla reallıq arasındakı fərqi tapa bilmərəm. Və mən bir də bunu sosial mediada çox görürəm ki, biz müxtəlif həyatlara baxaraq, hansı ki dediyiniz kimi də biz bəlkə də real həyatda 1000 dənə insanı tanımırıq heç bəlkə də, amma biz bir gün ərzində o 1000 dənə insanın kontentini izləyirik. Və bu da istər-istəməz bizdə hər hansı bir fikirlər yarada bilər də. Mən kifayət deyiləm. Müxtəlif mövzularda mən kifayət qədər pul qazanmıram, mən kifayət qədər gözəl deyiləm, mən kifayət qədər ağıllı deyiləm, mən kifayət qədər uğurlu deyiləm və s. və l. Və günün sonunda anlamalıyıq ki, yəni bu hamısı bir virtual həyatdır. Ümumilikdə bu virtual həyatda yaranmış trendlər olsun, virtual həyatda yaranmış, nə bilim, müxtəlif fikirlər, narrativlər olsun, günün sonunda bizə xeyir vermirsə, deməli bunu izləməyin artıq bir mənası yoxdur. Çünki xeyir verməyən şey bir yerdən sonra nə qədər onu dozasını artırırıqsa zərər verməyə başlayır. Ona görə də bayaq həm də yenə sizin dediyinizə vurğu vurmaq istəyirəm. Bunu mən YouTube-da da paylaşmışam ki, yəni bizə doğrudan arada bir, yəni dayanıb divara baxmaq lazımdır. Bunu sonra görürəm ki, Harvard Business Review-da bu arada bir mütəxəssis də danışırdı ki, yəni doğrudan bizə oturub divara baxmaq və heç nə düşünməmək lazımdır ki, biz o analitik düşüncəmizi, tənqidi düşüncəmizi, filan şeyə sual verək, bu nəyə görə belə oldu? Yəni o bekarçılıqdan yaranan o sual vermə istəyi, araşdırma istəyi, kreativ nəsə yaratma istəyi bizdə yaransın. Bu çox vacibdir, çünki biz bunu artıq itiririk. Bu da həm də onda ortaya çıxır ki, yenə mövzu ora gəlir, yəni hiperreallıq və reallıq arasındakı fərqi unuduruq və biz onları eyni bir şey zənn etməyə başlayırıq. Ona görə vacibdir sual vermək, düşünmək, boş bekar qalmaq, yəni avtobusda heç nə eləməməkdə məsələn, nə bilim, məsələn mən bir ayda artıq qulaqlıq istifadə eləmirəm və bunu bilərəkdən edirəm, çünki o musiqidə bir növ media daxil biz o kontenti istehlak eləyirik. Yəni sadəcə olaraq düşünüb biraz sıxılmaq insan üçün lazımdır deyə düşünürəm. Bu dediyiniz məsələ, tutaq ki, divara baxmaq və s. tipli dünyada çempionu Orxan İbadovdan dahi olmağın sirri buraxılışlarında o da demişdi. Demişdi ki, sadəcə bir su ilə dolu bir stəkanı qoyub ona sən neçə dəqiqə baxa bilərsən, işin başqa yerə getmədən. Bu da şəxsi inkişafda əhəmiyyətli məsələlərdən biridir. İstəyirəm qısa olaraq bir məsələyə toxunaq. Mənim bildiyim və gördüyüm dünyada media sahəsində olan şəxslər, deyək ki, iqtisadiyyat sahəsi ilə bağlı yazarlar, iqtisadiyyat təhsili olanlardır və ya da tibblə bağlı yazarlar var ki, tibbi təhsillər var və s. bu formada davam edir. Amma bizdə o günlərdə öyrənmişəm ki, bir hərbi ilə bağlı yazan bir adam ümumiyyətlə dediklərinə görə heç hərbi xidmətdə olmayıb və s. Bizdə o elə bil ki, qarışıqdır da. Yəni bir insan bir sahədə təhsili olmadığı halda o sahədə yazır. Mən özüm də bunu görmüşəm. Reallığa qalsa. Bunu ümumiyyətlə dünyada nizamlayan bir şey var, yoxsa sadəcə bu etik bir məsələdir, konkret bununla bağlı bir qayda qanun yoxdur? Bununla bağlı bir fikrim yoxdur. Təzəlikcə mən bildiyim bir qayda var Çində ki, məsələn, influencerlərə qadağa qoyurlar ki, sən əgər bir mövzu haqqında hər hansı bir sertifikatın və s. yoxsa bu haqqda danışa bilməzsən. Amma ümumi jurnalistlərlə bağlı belə bir qayda qanun varmı bilmirəm. Azərbaycanda heç ixtisaslaşma mövzusu yoxdur deyə bu ümumiyyətlə böyük bir sualdır da. Amma mənim bildiyim, mənim öyrəndiyim, mənim qulağıma çatan və özümün oxuduğum bu barədə heç bir resurs yoxdur. Ona görə heç nə deyə bilmərəm. Pəri xanım, təşəkkür edirəm gəldiyinizə görə. Minnətdaram, vaxt ayırdınız. İstərdim ki, sizlə təkrar biz gələn illərdə ya elə bu ildə qismət olsa yenidən media ilə bağlı müxtəlif mövzularda danışaq. Sizin sonda nəsə əlavə etmək istədiyiniz bir şey varsa buyurun. Əlavə etmək istədiyim bir şey, yəni sual verməyin doğrudan da nə qədər çox fərq yarada biləcəyini düşünə bilməzsiniz. Yəni bir onu anlamalıyıq ki, biz insanlar olaraq gündə 300 dənə kontent istehlak eləyək deyə yaradılmamışıq. Bizim tamamilə insanlara başqa məqsədlərimiz var. Sadəcə olaraq indi internetin bizi çərçivəyə saldığı bir məqam var. Ona görə də biz bu çərçivə ilə barışmamalıyıq deyə düşünürəm. Elə media savadlılığı bundan başlayır. Yəni media savadlılığı əslində bir belə etirazdır da ki, bugünkü günümüzdə bizim medianı üzərimizə atdığımı deyək, bizə medianın ümumiyyətlə medianın bizi məsul tutduğu bəzi şeylər ki var, biz onu istehlak etməyə etiraz eləyirik və bu məncə çox güclü bir davranışdır, çox güclü bir bacarıqdır. Ona görə media savadlılığı yazıb sadəcə olaraq və ya da media literacy ingilis dilində ya da kim hansı dildə bilirsə, internetdə yazmaqla nə qədər bəsit bacarıqlar olduğunu anlamaqla, yəni arasında 5 dəqiqə vaxt olacağını əmin eləyə bilərəm insanlara. Ona görə təməllikdən birazca çıxıb o 1 dəqiqə özlərinə vaxt verdikləri zaman dilimi çərçivəsində, yəni çox böyük dəyişikliklərə məruz qala biləcəyini, yəni vaxtla onları əmin edə bilərəm. Belə. Çox sağ olun dəvət etdiyiniz üçün. Belə.
Dostlar, sonda əgər bu video ilə kanal qarşınıza çıxıbsa kanala abunə olmağı təklif edirəm. Videonu bəyənin, bu mövzu ilə bağlı şərhlərinizi yazın. Bizi sosial media hesablarından izləyə bilərsiniz. Başıma gələn son günlərdə bir şeyi qeyd etmək istəyirəm. Adətən sosial media daha çox inkişaf elədiyinə görə biz hər hansı bir hadisə baş verirsə ona praktik reaksiya vermirik. Yəni real həyatda gedib onunla bağlı nəsə etmirik. Amma bu yaxınlarda bir yaxın dostlardan birinin valideyni dünyasını dəyişdi və mən dərhal ağlıma gələn oldu ki, mən gedib onun yanında olmalıyam, yəni başsağlığı verməliyəm. Və onda da bu barədə düşündüm ki, bu bütün məsələlərdə belə deyil. Bəlkə də o dost sosial medianın belə də güclü olmadığı vaxtlardan qalan bir dostdur deyə bu fikir ağlıma gəlib. Halda düşünürəm ki, bu mövzuda hamımız düşünməliyik. Real həyatda da kifayət qədər vaxt ayırmalıyıq. Öz fəaliyyətimizdə sonda da həmişə çalışın, sağlam və xoşbəxt olasınız. Hələlik.